Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Frans 24 telekanalına müsahibə verib. Yeni media xəbər verir ki, prezident müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı önəmli açıqlamalar verib. İlham Əliyev bildirib ki, tarixi sənədin Ağ Evdə Amerika prezidentinin iştirakı ilə imzalanması münaqişənin başa çatdığını və regionun daimi olacağına ümid edilən sülh mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısı qeyd edib ki, həmin vaxtdan 6 aydan artıq müddət keçib və Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir. Atəşkəs pozuntuları qeydə alınmır, itki və yaralanma halları baş vermir. İlham Əliyev vurğulayıb ki, Azərbaycan bir tərəfli qaydada Ermənistana malların tranziti üzərində mövcud məhdudiyyətləri aradan qaldırıb. Eyni zamanda Ermənistana vacib neft məhsullarının tədarükünə başlanılıb və bununla iki ölkə arasında ticari münasibətlərin əsası qoyulub. Prezident çıxışında bildirib ki, Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etdiyi dəmir yol xətti təxminən 400 kilometrdir. Əlavə olaraq, Naxçıvan eksklavında 200 kilometrə yaxın hissə bərpa olunacaq. Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistan segmenti qısa məsafəni əhatə edir və layihənin reallaşacağına əminlik ifadə edib. Dövlət başçısı həmçinin Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin səfərinin əhəmiyyətini vurğulayıb və bu səfərin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə əlamətdar olduğunu bildirib.